Salam, xoş gördük. Hörmətli xanımlar, takipçilərim. Mən yayda həyətimdən gavalı yığmışdım. Uzunburun gavalı. Belə bir gavalı turşusu qoymuşdum. Necə qoymuşdum bu turşunu? Mən deyim, içində var. Nainə, həyətdən nainə yığmışdım. Mendo piperi də. Nainəni sarımsaqla qarışdırıb qoymuşam. Belə. Xırda-xırda doğramışam. İstəsəz ət maşınına da keçirtmək olur. O qədər ləzzətli turşudur ki. O qədər turşu qoymuşam. Ən çox sevdiyim bu. Uşaqlar çox bəyənir, nəvələrim çox bəyənir. Hətta suyu çox ləzzətlidir bu turşunun. Hamısını nainədir içində. Nainə və sarımsaq. Belə. Yəni hamıya tövsiyə edirəm bu turşudan eləsinlər, hazırlasınlar. Çox gözəl dadı var. Həddindən çox ləzzətli olur. Suyu da dadlıdır. Qanı təmizləyir. Və belə. Sağ olun, təşəkkürlər.